Salam, hər vaxtınız xeyir olsun, hörmətli abituriyentlər. Bugün sizə hədəf kurslarının keçdiyi buraxılı 2 sınaq imtahanının 10-cu siniflərə aid olan sualların izahını verəcəm. Gəlin suallarımıza baxaq. Deməli, burada birinci sualda birbaşa dinləmə mətninin suallarının cavabını deyəcəm. Burada birinci sualda mətnə uyğun cümləni tamamlamağı deyir. We must keep the ocean water clean so that deyir, okeanların suyunu təmiz saxlamalıyıq. Ona görə ki, sea must stay safe. Burada olacaq Y variantı. Mətnin nə haqqında soruşur? Mətnimiz nə haqqında idi? Okeanların əhəmiyyətindən danışırdı, vacibliyindən danışırdı. Burada C variantı olacaq. Üçüncü sualımızda deyir ki, where is the ocean water usually warm? Yəni okeanların suyu deyir nə vaxt, okeanın suyu deyir nə vaxt mülayim ilıq qalırdı, ilıq olurdu. O da C variantı olacaq, near the equator. Dördüncü sualımızda burada səhv və yanlış cavabları seçəcəyik. Make kind of animals live in the ocean include whales and dolphins. Burada bu doğru cavabdır. A variantımız vardı mətndə. The Pacific Ocean is smaller. Əslində bu yanlışdır. Nədir? Sakit okean ən böyük okeanlardan biridir. Burada false. Cavab B olacaq. Ocean helps people by providing food and transportation. Burada nədir? 3 də doğrudur. True olacaq. Oceans have no effect on the weather. Bu da nədir? Yanlış cavabdır. B variantı olacaq. Aha, 5-ci sualımız short text. Gəlib baxaq. Our library has new books on science and history. Students can borrow them for 2 weeks. There are also computer for research. Baxaq. Yəni nədir? Kompüterdə də axtara bilərlər. Deyir ki, mətnin əsas məqsədi nədir? To tell a story about a science. A variantı yanlışdır. Cavabımız bu deyil. To teach how to research online. Online ilə orada söhbət getmirdi. B variantı yanlışdır. To inform about a new library researches. Burada nədir? C variantımız doğru cavabdır. Baxaq 6-cı suala. Do you want to stay fit and healthy? Join our gym. We have professional trainers and modern equipment and flexible schedule. Sign up now to start your fitness journey. Baxaq, burada mətnin əsas məqsədi nədir? The gym has only old equipment. Xeyr, əsasında müasir avadanlıqlarla təmin olunmuşdur. The gym is free for everyone. Yanlışdır. Children aren't allowed to join. C variantımız da yanlışdır. The gym offers professional trainers and modern equipment. Cavabımız da buradan olacaq. D variantı. 7-də attention passenger due to have to rain. The rain to Paris will leave 30 minutes later. Please wait in the main hall. Thank you for your patience. Deməli, burada deyir, əsas şeydə qalın. Qatar gedişəcəkdə əsas zalda qalın. Qatarımız 30 dəqiqə nə edəcək? Parisə gedişəcək. Baxaq, görək. For the train to Paris will depart half an hour late. Half an hour nə idi? Elə yarım saatdır. Düzgün cavabımız qalacaq burada nə? B variantı. Böyük mətnimizdə də sual oxumuram deyə vaxtımız çox getməsin. Everywhere more and more animal species are disappearing from our planet. The main reason for this is human activity. People destroy forests to build cities, pollute rivers with chemical and hunt animals for their food, meat or horns. As a result, many animals lost their natural homes and sources of food. Without shelter enough to eat, they struggle to survive. Some well-known endangered species nəsli kəsilməşdə olan heyvanlardan danışır. Include elephants, tigers and pandas. Baxaq, görək. Deyir ki, mətnimiz nə haqqındadır? Burada the cause and solutions to animal exertions. Burada nə olacaq? Elə B variantı olacaq. Nədir? Heyvanların nəslinin kəsilməyində olan səbəblərdən danışır. Burada elə B variantıdır. 9-cu sualımızda deyir ki, many animals are losing their homes because. Elə burada cavab nə olacaq? B variantı olacaq. Humans cut down trees for building new areas. Yəni insanlar deyir nədir? Binaları tikmək üçün yeni ağacların kəsilməsi. Binalar inşa etmək üçün ağacları kəsirlər. Baxaq, görək. Renal development has strengths, problem. Baxaq, include a fast tiger.
Change also makes things meeting countries into effect. Baxaq. Bəli, burada cavabımız elə olacaq. Cavabımız olacaq, deməli, Nəzifət Universitesi. Neçənci suala baxırdıq sonra. 9-cu sualda. Bəli, who must cut down trees for buildings nearest? Düzgün cavabımız nədir burada? Elə B variantıdır. 10-cu sualda nədir? Choose a correct statement according. Burada yenə mətnə uyğun düzgün sualımızın cavabını istəyir. People hunt animals only for food. Xeyr. Təkcə nədir? Ərzaq üçün, yəni qida üçün heyvanları ovlamırlar. Climate change has no effect. Deyir ki, iqlim dəyişikliyi neynəmir? Heyvanların həyatına heç bir təsir eləmir. Əslində B variantda yanlışdır. People protect forest by cutting down trees. Yəni deyir ki, insanlar nədir? Meşələri neynəməlidir? Ağacları kəsməklə neynəməlidir? Qorumalıdır. Elə bir şey yox idi. People protect animals by destroying their homes. Yəni insanlar deyir, heyvanları onların belə deyək də evlərin dağıtmaqla, yəni məhv etməklə nə edə bilər? Qoruya bilər. Əslində D də yanlışdır. Protecting animals helps keep our planet safe. Düzgün cavabımız da burada olacaq. Nə? E variantı. Deyir ki, what action can ordinary people take to protect endangered species? Yəni deyir ki, insanlar heyvanların qarşısı, belə deyək də, heyvanların nəslinin kəsilməyin qarşısını necə ala bilərlər? Nə etməlidirlər, yəni bunun qarşısını almaq üçün? Deməli, buy service made from animals part. Nədir? İnsanların belə deyirlər, heyvanların hissələrindən suvenirlər düzəltmək. B variantı yanlışdır. Use animal for experiments. Bu da yanlışdır. Avoid products made from animal materials. Bəli. Yəni heyvanların belə deyək də heyvanlardan olan məhsulların nədir? Heyvanlardan hazırlanan məhsulları nə etmək? Belə deyək də rədd etmək. Düzgün cavabımız olacaq burada C variantı. Baxaq görək var orada mean serving planets future some well known for example we find climate change also. Bax burada bax cümlə bax burada var. Yəni iqlim dəyişikliyi də nədir? Heyvanların yox olmasına gətirib çıxardır. Humans are popular birds, sea animals. Fortunately, American government has created well rivers. Was let human teach people how to protect nature. Ordinary people can also help by not buying animals. Baxın buradadır. Yəni buying animals products nədir? Yəni heyvanlardan hazırlanan nədir? Məhsulları almamalıdırlar. Yəni bu da nədir? Heyvanların nəslinin kəsilməsinin qarşısını ala bilər. 12-ci sualda bizdən nə istəyir? Səhv istəyir. Governments do not nothing to stop illegal hunting. Elə bir yanlışdır. Yəni deyir ki, ölkələr belə deyək, stop illegal hunting. Yəni illegal şeyin qarşısını almaq üçün, ovçuluğun qarşısını, ovlanmanın qarşısını almaq üçün nə etməlidirlər? Heç nə etməməlidirlər. Bir yanlışdır. Sonra üstə elephants, tigers and pandas are examples of endangered animals. Bəli, var deyir ki, doğrudur. Ki ola bilməz. All endangered animals are hunted or killed for their food. Təkcə belə deyək də onların dərisinə görə və yaxud da dərisinə görə öldürmürlər. Yəni dərisinə görə ovlanmırlar. Yəni digər beləsinmasının dərisindən, ətindən və digər beləsinmasının hissələrindən nə edirlər? İstifadə edirlər. 1-3 yanlışdır. Due to human action a lot of animals vanish from the earth every year. Bu da nədir? Doğru cavabdır. Səhv cavabımız olacaq 1-dən 3. Aha, gəldik 13-cü sualımıza baxırıq. Qrammatika suallarıdır. Artıq boşluqdan sonra nə gəlib? İsim gəlib. İki feilin arasında dedik ki, nə gəlirdi? Obyekt gəlirdi. Burada da boşluqdan sonra isim gəlib. Deməli, burada maindan sonra isim gəlmir. Mi obyekt əvəzlidir. Getdi. Burada deməli boşluqdan sonra isim gəlib. Ay bilirik ki, şəxs əvəzlərini aldı, qaldı. Özündən sonra isim gəlməlidir. Düzgün cavabımız burada qalacaq. Deməli, A variantı. 14. Bilirik ki, çay adlarına nə işlənirdi? Z artiklı işlənirdi. Burada da ölkə və şəhər adlarının qarşısında biz bilirik ki, nə veririk? Boşluq veririk. Ona görə 13-də 14-cü sualımızda olacaq C variantı.
Burada bizdən ismin yerli çalını istəyir. The man verib apostrof s yoxdur. The children kökündən dəyişən də apostrof s olmalıdır. B də yanlışdır. My mother deməli burada gəlib woman var. Woman da kökündən dəyişərək cəmlənən isimdir. Kökündən dəyişərək cəmlənən isimlərin də yerli çalını ilə düzəlir. Apostrof s ilə. Deməli 3C variantı burada eləməlidir. Doğru cavabdır. Burada mice kökündən dəyişərək cəmlənən isimdir. Yerli nə ilə olmalıdır? Apostrof s olmalıdır. D yanlışdır. Oxen kökündən dəyişərək cəmlənən isimdir. Yerli də burada apostrof s olmalı idi. 16-cı suala baxırıq. Incorrect variant istəyir. Elə burada cavabımız elə A variantıdır. E-dən sonra yəni artiklı sayıla bilən tək isimlərin qarşısında işlənir. Bundan sonra nə gəlib? Cəm isim gəlib. Ola bilməz. F-dən sonra cəm isim verib, düzdür. Many-dən sonra cəm isim verib, düzdür. A lot of-dan sonra cəm isim verib, düzdür. Box burada da yəni artiklı işlənir sayıla bilən tək isimlərin qarşısında. Səhv cavabımız olacaq A variantı. 17-ci sualımıza baxaq. Deməli, baxaq, boşluqdan sonra heç nə yoxdur, boşluqdan sonra burada da heç nə yoxdur. Baxaq, görək. H-dən sonra burada isim gəlməlidir. Z şəxs əvəzlərinin aldı qaldı. Deməli, mübtədə vəzifəsində işləyir. Feildən sonra gəlmir, özündən sonra feil tələb edir. B variantı ola bilməz. Z-dən sonra isim gəlməlidir, B getdi. C-də Z-dən sonra isim gəlməlidir, getdi. Qaldı nə? D ilə Y variantı. Burada yenə Z-dən sonra isim gəlməlidir. Y variantı ola bilməz. Düzgün cavabımız qalır nə? D variantı. 18. I couldn't find our tickets. Has anybody seen? Burada nədən söhbət ki, tickets cəmdə olduğuna görə biz deyik ki, cəm ismi nə ilə əvəzləyirik? Cəm əvəzli ilə əvəzləməliyik. Burada it ilə verə bilmərik. Z də şəxs əvəzlərini aldı qaldı. Feildən sonra yox, özündən sonra xəbər tələb edir. Yəni mübtədə vəzifəsində çıxış edir. Cavab olacaq D variantı. Burada zəm. Aha. You and your brother. Burada iki nəfərdən söhbət gedir. Düzdür? You və your brother, sən və sənin qardaşındırsa, nə olacaq orada? Your selves olacaq. Zəm selves verə bilmərik. Artıq ikinci şəxsin cəmidir. İkinci şəxsin cəmində də biz nə veririk? Your selves. Düzgün cavabımız olacaq nə? B variantı. Yirminci sualımıza baxaq. Aha, boşluqdan sonra deməli moon. Baxaq. Deməli, belə deyək. Biz bilirik ki, tək və bənzəri olmayan isimlərin qarşısında boşluq verilməli. Onlar Z artiklinə işlənir, Z moon olacaq. Okeanlar zaten Z artiklinə işlənir. Dedik ki, gün hissələrinin qarşısında burada nə təyin edici var. Təyin edici olduğuna görə biz nə verəcək bunun qarşısında? E artiklini verəcək. Əslində belə tək hissə isə burada column sözü olmasaydı, night sözünün qarşısında artikli verə bilməzdik. Təyin edici söz düzəldiyinə görə qarşısında nə olacaq? Düzgün cavabımız olacaq A variantı. Aha, 21-ci sualımıza baxırıq. Sayıla bilən tək isimlərin qarşısında boşluq verə bilmərik. Boşluq olmaz. Burada da next sözündən sonra zaman mənalı isim gəlibsə qarşısında heç bir artikldan istifadə etmərik. Çünki dedik next-dən, last-dan sonra zaman mənalı isim gələndə qarşısında Z artikli verə bilmərik. Baxaq, görək. Deməli, 21-ci sualımızda olacaq. Deməli, sayılan tək isim qarşısında biz bilirik ki, to be feilindən sonra nə gəlir isim sayılan tək isim qarşısında? To be-dən sonra feil isimimizin qarşısında mütləq, sayıla bilən isimimizin qarşısında mütləq yəni artikl olmalıdır. Bu da site ilə tələffüz olunduğuna görə nə olacaq? Ən ikinci tərəfdə nə olacaq? In the town. Cavab qalır nə? B variantı. Sonra boşluqdan sonra xəbər, boşluqdan sonra nə gəlib burada? İsim gəlib, düzdür? Deməli, xəbər gəlibsə, maydan sonra isim gəlməlidir. Düzdür? Me obyekt əvəzliydi, bundan sonra isim gələ bilməz. She, he. He yenə burada şəxs əvəzini aldı, qaldı, mübtədə vəzifəsində çıxış gedir. There-dən sonra da isim gəlməlidir. Ona görə düzgün cavabımız qalır nə? A variantı. Sorry. She gave me. Burada maydan sonra burada quantifies var. Burada me olacaq. He gave me. Mənə verdi. Feildən sonra gəlir. Feildən sonra obyekt əvəzdir. Düzgün cavabımız olacaq C variantı.
Yiyəlik əvəzliklərindən sonra ismin qarşısında SP təyin edici olmalı deyil. Burada nə gəlib? Elotov gəlib. Yiyəlikdən də sonra biz elotov verməli deyildik. My flowers olsaydı doğru verə bilərdik. Aha, 20-də boşluqdan sonra cəm isim, boşluqdan sonra sail meni isim. Baxa görə elotdan sonra isim gəlmir. Ha getdi. Menidən sonra cəm isim. Burada da but var. Qarşılaşdırma var. Zera devri nə olacaq? Many places to visit. But varsa qarşılaşdırma var. Birinci tərəf təsdiq, ikinci tərəfdə inkar və yaxud da ki, birinci tərəf təsdiq müsbət mənalı, ikinci tərəf mənfi mənalı olmalıdır. Deməli, many places olacaq. Little-in mənasında birlik nə var? Mənfilik, inkarlıq var. Cavab qalacaq nə? B variantı. Boşluqdan sonra cəm isim gəlib. O və Z deyir ki, zaman məsafə baxımından nə? Bizə uzaq olan nə işlətməliyik? Deməli, zaman məsafə baxımından bizə uzaq olan isimlərlə nə işlənir? Ya Z işlənir, ya Zaus. İsimimiz burada Kant cəmdə olduğuna görə nə olacaq? Zaus. Cavab qaldı C variantı. Bunlar da hazır istifadələrdir. Tell-a-lie deyəndə. Tell-a-lie düzdür, 1 doğrudur. Deyir ki, sıra sayılarından da zaten nə işlənir? Z işlənir, 1, 2 doğrudur burada. Burada of-dan əvvələ baxırıq. Pis sayıldığına görə piece of money olmalıdır. T sayılmır, milk sayılmır. Bunların qarşısında yəni artiklı verə bilmərik. Ona görə düzgün cavabımız qalır nə? 1 ilə 2. Bu qədər. Sağ olun, salamat qalın. Allah'a əmanət olun.